Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə, Ağsaray tərəfi deyilən ərazidə, parka yaxın, marşrutlara yaxın, gözəl bir yerdə, parkingiya, uşaq parkinqasına da gözəl bir yerdə, demək, hörmətli izləyicilər, 2 sotun içində gözəl 3 mərtəbə, üzağla ilə olunmuş, tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətin videonun son dəqiqələrində sizin nəzərinizə çatdıracağım. Gördüyünüz kimi, hörmətli izləyicilər, yer gözəl yerdir. Dəmir yol vağzalına yaxın. Görürsünüz, dəmir yol vağzalına yaxındır. Marşrutlara yaxındır. 202-92 marşrutlarından 50 metr məsafədə yerləşir. Daxil olağın evin içi ilə tanış olaq. Gördüyünüz kimi, girən kimi bura həyət yanı sahəsidir. 200 maşınlıq rahat həyəti var. Evin qiymətini sonunda nəzərinizə çatdıracağım. Sənədi, bələdiyyə sənədli, kupçiyə hazır sənədli, bütün sənədləri hazır eləyib. Ev sahibini, yəni sənədləri hazır edib, yəni bir dənə kupçası qalıb. Gördüyünüz kimi, evin xarici görünüşüdür. 3 mərtəbəli bir evdir. Evin təmirdə tam gözəl təmirlidir. Girən də evin içindən tanış olaq. Həyətində belə sanitar qovşaq var. Bunu nəzərinizə çatdırım ki, təmiri vəziyyətdədir. Gördüyünüz kimi, hörmətli izləyicilər, həyət yanı sahəsidir. Həyətində belə bulağı var. Kombi sistemi ilə təchiz olunub. Bunu da nəzərinizə çatdırım. Bax, belə bir kombi qoyulub. 45'lik kombidir. Bax, bunu nəzərinizə çatdırım. Daxil oluruq indi evin içinə. Tanış olaq. Girən kimi, hörmətli izləyicilər, ev gözəl, ideal təmir olmuş bir evdir. Baxın, bax, belə bir evin təmiri süperdir. Döşəməsi istipoldur. Mətbəx mebeli zadı hamısı bahalı mətbəx mebellərdən yığılıb. Daxil olun yuxarı, 2-ci mərtəbəyə qalxaq, hörmətli izləyicilər. Baxın, bax, evi həqiqətən ev çox gözəl, ideal vəziyyətdə təmir olmuş evdir. Evdə də nə varsa, hamısı demək, nə mebel varsa, əşyalar varsa evin içində qalacaq. Qalxır buradan yuxarı. Qalxan kimi, ara mərtəbələri monolitdir. Bax, bütün bu döşəmələr altı monolitdir. Bunu da nəzərinizə çatdırım. Burada sanuzeli hissəsidir 2-ci mərtəbənin. Təmir də gördüyünüz kimi çox gözəl, səliqəli bir təmiri var. Aksesuarlar hamısı qurulub. Burada 2-ci mərtəbədə ayrıca bir mətbəxi var. Aşağıda mətbəx birdir, zal stüdiya kimi. Yuxarında ayrıca bir mətbəxi var. Keçirik bura. Burada bir dənə qonaq otağıdır. Qonaq otağı da gördüyünüz kimi, hörmətli izləyicilər, təmiri vəziyyətdədir. Qapıları bahalı, qapılardan istifadə olunub. Burada bir yataq otağıdır. Balkonlardan, yataq otağından da balkona çıxışı var. Qonaq otağından da balkona çıxışı var. Yataq otağın içində ayrıca sanuzeldə görürsünüz, hörmətli izləyicilər. Diqqətlə çəkirəm, sona qədər baxın, izin. Sonda qiymətini nəzərinizə çatdıracağım. Sənədi yenə qeyd edirəm. Bələdiyyə sənədidir, arxivli sənəddir, kupçaları demək hazır olan sənəddir. Ev sahibi bütün sənədlər deməklər toparlayıb hazır qoyub, çıxarışı hazır sənəddir. Qalxırıq 3-cü mərtəbəyə. Qalxan kimi, yenə də 3-cü mərtəbənin sanuzi ilə rastlaşırıq. Burada bir, gördüyünüz kimi, bir sanuzeldir. Bir yataq otağı buradadır. Təxminən haradasa 3.60-in bir 5 metri olar, 80'in. 16 kvadrata zata yaxındır. Bir yataq otağı da buradadır. Geniş yataq otağıdır.
Hardasa 20-25 kvadrat olar. Bax bu da geniş bir yataq otağıdır. Bir yataq otağı da buradadır. Hörmətli izləyicilər, gördüyünüz kimi bütün nə varsa hamısı təqdimatda sizə çəkdim, göstərdim. Ev yenə qeyd edirəm, Ağsaray ərazi tərəfdə marşrutlara, parkinqaya, marketlərə, apteklərə, məktəbə, hər yerə yaxın ərazidə yerləşir. Yoldan, dəmir yol vağzalına, marşrutlara yaxın ərazidə yerləşir. Sənədi yenə qeyd edirəm, 3-cü dəfədə qeyd edirəm. Arxivli, Biləcəridə bələdiyyə sənədidir. Kupçə, demək olar, ev sahibi kupçə sənədləri tam hazır eləyib. Hazır olan sənədləri var. Qiyməti nəzərə çatdıracağım. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 350 min start qiymətdir. Gözəl də evdir. Demək, yeri gözəldir. 350 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.